Vaxtınız xeyir olsun, əziz şagirdlər. 6-cı sinif üzrə təbiət fənninin fənn müsabiqələri üzrə sınav imtahanım bilməm neçəncisidir. İlləri unutmuş ola bilərəm. Qarşıma çıxan testləri vaxt imkan olduqca izah edib hesabda yerləşdirmək istərdim ki, sizlər üçün bir tapıntı, bir xeyrim olsun. O zaman gəlin başlayaq vaxt itirmədən. Deyir ki, duyğu orqanlarından gələn məlumatları qəbul edir, toplayır, təhlil edir və orqanların işini tənzim edir. Məlumatları toplayırıq, qəbul edirik, təhlil edirik. Ətrafda baş verən hadisələri izləyiriksə, görürüksə, bunun hamısı nəyin əsasındadır? Duyğu orqanlarımızdır. Duyğu orqanlarımızda necə idarə olunur? Bəli, sinir sistemi hesabına idarə olunur. Biz deyə bilmərik ki, ürək qan dövranı, çünki qan dövranı vasitəsilə biz məlumatları toplamırıq, nə də təhlil etmirik. Burada əgər bizə duyğu orqanları deyirsə, düzgün cavab sinir sistemi olacaqdır. Daha səliqəli şəkildə ifadə edək. İkinci sual. Verilmiş orqanlardan hansı və ya hansılar insanlarda qabırğaların qoruduğu bədən boşluğunda yerləşir? Qabırğanın harda yerləşir? Bəli, döş qəfəsində yerləşir. Döş qəfəsində də nə əmələ gətirir? Döş sümüyü, qabırğalar, fəqərələr əmələ gətirir. Döş qəfəsində də yerləşdi ağciyər, bir də ürək. 1 və 3. D variantı. Qaraciyər qarın boşluğunda, böyrəklərin özləri qarın boşluğunda, böyrəkdən çıxan sidik axarları və sidik kisəsi isə çanaq boşluğunda yerləşir. Üçüncü sualda deyir ki, insanın onurğasında bir ədəd döş fəqərəsinə 2 ədəd qabırğanın birləşdiyi məlumdursa, onda onun döş qəfəsində neçə sümük olduğunu hesablayın. Bayaq da qeyd etdiyim kimi bir döş sümüyü olur və döş fəqərəsi 12 ədəd, bir dənə döş sümüyü, 12 ədəd döş fəqərəsi bir-birinin üst-üstə yığılaraq döş fəqərəsi əmələ gətirir və həmin bu döş fəqərəsinə hər iki tərəfdən birləşən qabırğalardan söhbət gedir. Qabırğalarda 24 ədəddir. İndi gəlin riyaziyyatı hesablayaq. 24 üstə gəl 12 neçə elədi? Bəli, 36 plus də 1, 37 C variantı. Buradan digər artıqları silək ki, sizin çaşdırası bir məqamlar olmasın. Növbəti. İnsan qoluna uyğun hazırlanmış maketdə X-la işarə olunmuş rezin hissənin, yəni bu, hansı əzələyə uyğundur? Biz demişik ki, yığıcı əzələ, yəni bükücü əzələ bazının iki başlı əzələsidir. Açıcı əzələ isə dirsəyimizi açan hissə isə üç başlı əzələdir. Burada düzgün cavab A variantıdır və mən sizə deyim ki, hal-hazırda ilk 5 sual aiddir 5-ci sinifin 1-ci hissəsində keçirilmiş mövzulara. Aşağıda verilənlərdən hansının bilavasitə qırmızı qan hüceyrələrində hemoqlobin molekullarının azalmasıdır? Qırmızı qan hüceyrələrində hemoqlobin. Hemoqlobin nəyə aid edir uşaqlar? Bizim qan yaradıcı eritrositlərə aiddir. Yəni ki, qan yaradıcı və qidalı maddələrin daşınması, oksigen daşınmasını təmin edirdi. Əgər hemoqlobin molekulları azalıbsa, toxuma və orqanlarımızda qida maddələrinin çatışmazlığı, əslində qalsa hər iki variantı mən uyğun götürərdim. Toxuma və orqanlarımızda həm oksigen çatışmayacaqdır, həm qida maddəsi. Amma hemoqlobin dediyinə görə biz burada oksigeni götürə bilərik. Amma sırf qırmızı qan hüceyrələrinin özünü desəydi, həm qida maddəsini götürəcəkdik, həm də oksigeni. Amma bizi hemoqlobin deyirsə, hemoqlobin də oksigen, yəni eritrositlərin səthinin sahəsi azaldıqca oksigen daşımaq qabiliyyəti itir. Bu da B variantıdır. Sonra mətni oxuyaq. Mətnə əsasən 6, 7, 8, 9-cu sualları gəlin yoxlayaq. Burada istərdim ki, burada artıq hissələri siləm. Sizlərdən problem olmasın yadda qalmaq üçün. Sonra nə deyəcəm? Milyonlarla il ərzində ölmüş bitki və heyvan qalıqları dəniz və okeanların dibinə çökmüş, onların üzəri gil və qum təbəqəsi örtülmüşdür. Eləcə də qurunun dərin layları altında qalmışdır. Uzun illər ərzində bu qalıqlar xeyli dəyişikliyə uğramış və hazırda insanlar bundan yanacaq kimi istifadə edir. Əgər burada ölmüş bitki və heyvan qalıqlarından söhbət gedirsə,
O hansı yanacaq olacaqdır? Bəli, fosil yanacaq olacaq. Düzgün cavab burada D variantıdır. Bu qalıqlarda toplanmış enerjinin dolayısıyla güneş enerjisinin olduğunu söylemek olarmı? Bəli, olar. Niyə? Çünki bunlar biz deyirik ki, produsentlər nə idi? Qida zənciri mövzusu idi 5-ci sinif üzrə. Nə idi qida zənciri? Günəşin enerjisindən istifadə etmək ilə qeyri-üzv maddələrdən üzv maddələri əmələ gətirməsi idi. Bunu da həyata keçirirdi produsentlər. Olmaz variantlarını islah edirik. Çünki deyir ki, bu qalıqlar yerin dərin qatlarından çıxarılır və günəş enerjisi düşmür. Niyə ki, bu belə deyək də, günəş enerjisi düşmür demək olmaz. Bu qalıqlar necə əmələ gəlib? Bunun mənbəyini tapmaq lazımdır. Yenə də burada olmaz variantlarını islah edirik. Qalır olar. B və D variantında deyir ki, olar. Çünki bu enerji produsentlər tərəfindən mənimsənilmiş günəş enerjisinin dəyişilmiş formasıdır, bəli. Amma biz burada redusenti götürə bilmərik. Çünki biz niyə? Redusentlər artıq bakteriyalardır ki, hansı ki saprofit bakteriyalardır. Ölmüş bitki və orqanizmlərin məhv edirlər. Amma burada günəş enerjisindən dəyişilmiş formasıdır ki, günəş enerjisindən istifadə etməklə fotosintezin nəticəsində artıq burada produsentlər bu qalıqları əmələ gətirir. Mənbəyi tapmaq lazımdır uşaqlar burada. Burada cavab, düzgün cavab. Artıqları silək. Düzgün cavabımız burada B variantıdır. Bu enerji daşıyıcılardan kütləvi istifadə olunmasının zərərli olduğunu demək olarmı? Olarmı? Bəli, olar. Niyə? Çünki bunların artıq istismarı, istifadə olunması, atmosfer və torpağın suyun çirklənməsinə səbəb olur. 9-cu sualdakı verilənlərdən hansı fosil yanacaq deyil? Fosil yanacaq nə olacaq burada? Bəli, külək enerjisidir. Çünki bu hansı ki, təbiət tərəfindən, atmosfer tərəfindən formalaşdırılır. Ürəyin bir dəfə döyünməsinə sərf olunmuş vaxta ürək sikli deyilir. Aha. Əli idman hərəkətlərindən sonra nəbz vurğularını saydı və onun görə bir dəqiqədə 100 dəfə döyündü. Əlinin ürək siklini hesablayın. Biz bilirik ki, belə bir düsturumuz var idi. Delta T bərabər idi. Verilən zamanı bölürdük ürək döyüntülərinin sayına. Bizə nə qədər zaman verir? 1 dəqiqə verir. 1 dəqiqəmiz neçə saniyədir? 60 saniyədir. 60-ı niyə nəyə bölürük? 100-ə bölürük ki, tapaq biz onun ürək siklinin müddətini o deyir 0,6 saniyə. Düzgün cavab B variantıdır. Daha doğrusu mən buradan yenə də bu artıq hissələri silim. Məsələnin həllini onsuz da izahda görəcəksiniz aydın şəkildə. Maya göbələkləri olan xəmirdə bəzi maddələrin miqdarının qramla dəyişməsi aşağıdakı qrafikdə verilmişdir. Bununla bağlı hansı fikir yanlışdır? Maddələrin miqdarının zamanla asılı qrafikində bizi Z-i biz baxsaq, Z burada azalıbdır, X və Y artıbdır. Mən sizə bir kömək məqsədlə deyim ki, variantlara baxırsınız. Variantlarda fikir verin, Z-tab ağlayıb 2 fikir səsləndirib. Demək ki, burada ikisindən biri səhvdir. Ona görə biz avtomatik olaraq B və C-ni islah edirik. Qalır A və D. Z şəkər nişastı ola bilər, Z maya göbələklərinin sayı ola bilər. Biz deyirik ki, maya göbələklərindən söhbət gedirsə, bunlar anaerob şəraitdə, yəni oksigensiz mühitdə qıcqırırlar və nəticədə karbon qazı və etil spirt əmələ gətirirlər. Əgər maya göbələkləri azaldığını göstərirsə, azalmamalıdır, əksinə artmalıdır. Amma Z nişastı ola bilər. Bəli, çünki maya göbələkləri qıcqırdıqda bunu əmələ gətirir. Maya göbələkləri demək ki, çox olmalıdır ki, qıcqırsın, əmələ gətirsin karbon qazını və etil spiritini. Ona görə burada düzgün cavab D variantıdır ki, bu bizdən yanlış fikir istəyir. Əksinə sayı olmaz onların. Onların sayı azalmamalıdır, artmalıdır. Biz bu qrafika uyğun danışırıq uşaqlar. Yenə də mən burada artıq fikirləri silirəm. Diqqətinizdən yayınmaması üçün düzgün cavab burada D variantıdır. 12-ci sualda nə deyir? Qazları veribdir, çox gözəl və deyir ki, nəfəs alma və nəfəs verməni veribdir və yuxarıdakı qrafik insan tənəffüs hərəkətlər zamanı bəzi qazların miqdarının dəyişməsini əks etdirir. Bununla bağlı hansı mülahizə doğrudur? Biz bilirik ki,
oksigen nəfəs alma və nəfəs vermə zamanı, nəfəs almada oksigen artır, nəfəs vermədə azalır. Karbon qazı nəfəs alma zamanı azalır, nəfəs vermə zamanı artır. Dəyişməyən isə nədir? Azotdur. Qrafikə baxsaq, grafikdə gözümüzə artıq nəzərən cavab çarpır. Bəli, K-dır. Niyə K-nı götürürük dostlar? Çünki K-da sabitdir, dəyişməyib. Dəyişməyəndə K azot qazı ola bilər. Düzgün cavab C variantıdır. Aşağıda verilmiş enerji çevrilməsi verilənlərdən hansında baş verir? Baxın, bu sual 5-ci sinifdə 2-ci hissədə enerji bölməsində olan sualdır. Kimyəvi enerji istilik enerjisinə çevrilib, o da kinetik enerjiyə çevrilib. Kinetik enerjide fırlanan elektrik enerjisi verir generator, hansı ki orada enerjinin çevrilmə formalarına aid idi. Bu da istilik enerjisi stansiyalarında baş verirdi. İES-də, məsəl üçün Mingəçevir elektrik stansiyasında o pərlərin fırlanmasının nəticəsində enerji yaranırdı. 14-cü sual 5-ci sinifin 2-ci mövzularına aidli suallardır. Tasvir tavalarının bir-birinə nəzərən neçə cür hərəkəti mövcuddur? 3 cür hərəkəti mövcuddur. Deməli, toqquşma, uzaqlaşma və yanaşma. Təkrar deyirəm, dəftərlərimizdə də qeyd edin. Toqquşma, uzaqlaşma və yanaşma. Demək, hansı variantı oldu? B variantı oldu. 15-ci sualı deyir ki, açar sözlərdən istifadə edərək mətni tamamlayın. Baxın, mən sizə deyirəm, hər sualı oxuduqca mən sizə hansı bölmədə olduğunu deyirəm ki, oradan da baxın, təkrarlarınızı edin. Və bir də deyim ki, əgər mən testlərə, yəni mən sizinlə birgə baxıram, mənim tərəddüdlü fikirlərim olarsa, normal qarşılayın. Çünki sizlə birgə baxıram, mən də insanım, səhvim də ola bilər və həmin dəqiqə səhvimə düzəliş edə bilərəm. Burada deyir ki, açar sözlərdən istifadə edərək mətni tamamlayın. Azərbaycan ərazisi harda yerləşir? Demək, variantların içərisində birin verib Avrasiya, sonra götürəcəyik burada hansı variantı? Təsvir tavan toqquşması nəticəsində. Buna görə də ölkəmizin bütün ərazisində müşahidə olunur. Demək, burada seismiklik olacaq, birinci. Seismik ərazi olacaq. Amma hansı tavaların toqquşmasındaydı? Ərəbistan. Avrasiya və Ərəbistan, demək burada birinci olacaq 3. Sonra ölkəmizin bütün ərazisində məhz buna görə də seismik zonaları, zəlzələlər müşahidə olunur. 3, 1, 4, C variantı. Klasseri tamamlayın. Burun tükcükləri veribdir. Kimyəvi maddə, xəstələrə qarşı müdafiə. Aha, bu da bizim 6-cı sinif üzrə patogen xəstəliklər mövzusuna aiddir. Bizən də deyir ki, klasseri tamamla. Mexaniki müdafiə edirsə, hansı müdafiə olacaqdır uşaqlar? Dəri müdafiəsinə aiddir. Z-də deyir ki, fagositozdur və anticesimciklərdir. Bu hansına aiddir? Bu da fiziki müdafiə aid ola bilərmi? Ola bilər. Yox. Hüceyrə müdafiəsidir. Bunlar hüceyrə səviyyəsidir. Bunlar hüceyrə müdafiəsidir. Amma silik mikroorqanizmləri məhv edirsə, kimyəvi müdafiə də aiddir, mədə şirəsi. Demək, X oldu dəri müdafiəsi. Burun tükcükləri bizim burnumuzun epitel qatında yerləşir. Y oldu kimyəvi müdafiə, hansı ki mədə şirəsi. Z oldu hüceyrə müdafiəsi. Düzgün cavab burada B variantıdır. 17-ci sual deyir ki, verilmiş qida zəncirinə əsasən doğru bəndi seçin. Günəş bizim üçün enerji verir. Tamam, razıyam səndən. Bitki burada produsentdir. Günəş necə birincili konsument ola bilər ki? Konsument deyil, ona görə bizdən də doğru bəndi istədiyi üçün bir səhvdir. Daha doğrusu az səhvdir. Az səhvdir. Sıçanların çoxalması ilanların azalmasına səbəb ola bilər. Sizcə, ilanların çoxalması sıçanın azalmasına səbəb olacaq. Çünki ilan sıçanla qidalanır. Bu da səhv. İlanların sayının azalması prosentin miqdarının azalmasına səbəb olacaq. Yox. İlanların sayının azalması. Ancaq burada biz baxsaq ki, sıçan ikincili konsumentdir sizcə? Xeyr, sıçan birincili konsumentdir. Özdə bu şikardır.
Ona görə bu da səhvdir. Deməli, C variantı uyğun gəlir. İlanların sayının azalması prosentin miqdarının azalmasına səbəb olacaqdır. Əslində qalsa, ilanın sayı azalırsa, bitki ilə qidalanan ilan sıçanı yeyir, sıçan da bitki ilə qidalanır. Həmçinin ilanlar da belə bitkilərlə qidalanır, düzdürmü? Əksinə, ilanın sayının azalması prosentin miqdarını artıracaq. Bu fikir də səhvdir. O zaman baxaq yenə də biz burada günəş birincili konsumetr fikrini o zaman götürsək, sıçanların çoxalması ilanların azalmasına səbəb olacaq. Mənə elə gəlir ki, uşaqlar burada sıçanların çoxalması. Gəlin B variantını biz niyə götürə bilərik? Çünki sıçan əgər çoxalırsa, ilan demək ki, yoxdur. Aha, ilanlar yoxa çıxıb ki, sıçanların sayı azalıb. Aha, daha məntiqi artıq buradan tapdıq. Görürsünüzmü ki, mən də buradan bura səhv fikirlər sürürdüm. A həqiqətən də səhvdir. Çünki günəş konsument ola bilməz. C-də deyir ki, ilanın sayının azalması prosentin azalmasına səbəb olacaq. Niyə ki, ilan əksinə azalırsa prosentin sayı artacaq. Sıçan ikincili konsumetr yox, sıçan birincili konsumetr, həm də şikardır. Amma belə deyir ki, sıçan çoxalıbsa, demək bu sıçan niyə çoxalıb? Demək ilan azalıb ki, çoxalıb. Deyil, sıçanı yeyən heç bir şey yoxdur. Ona görə düzgün cavab B variantıdır. Patogenin miqdarını verib bizə, yaxşı edib verib və deyir ki, günlər keçdikcə azalır. Deyir, buna 10 gün ərzində insan bu xəstəliyə yoluxubsa necə baş verir? Əvvəlcə insan yeyir, anticismlərin miqdarı 10 gün müddətində artır, xəstəliklər artıq anticism başlayır öz funksiyasını yerinə yetirməyə, o xəstəliyi bizim bədənimizdən uzaqlaşdırır, sonra sayı sabitləşir. Düzgün cavab C variantıdır. 19-cu sual. Ağciyərdə oksigenlə zənginləşmiş qan ilk olaraq ürəyin hansı kamerasına daxil olur? Uşaqların ən çox belə deyək, narahat olduğu bir məqam. Baxın, mən həmişə ürəyin kameralarını bu cür göstərirəm. Burada qulaqcıqdır, burada mədəcik. Bu hissə sağdır, bu hissə də soldur. Və mən əgər burada deyir ki, ağciyərdə oksigenlə zənginləşmiş qan hansı qana çevrilir? Bəli, arterial qana çevrilir. Arterial qan da gəlir, sol tərəfə tökülməlidir. Demək, sol qulaqcıq olmalıdır ki, sonra tökülsün sol mədəciyə. Sol mədəcikdən də deyəndən aorta ilə çıxmalıdır. Bizə deyirik ki, qulaqcıqla mədəcik arasında taylı qapaqlar yerləşirdir. Sol tərəfdə 2 taylı, sağ tərəfdə 3 taylı qapaqdır. Bəs aypara qapaqlar harada yerləşirdir? Mədəciklə ondan çıxan damarlar arasında yerləşirdir. Bu olacaq sol mədəciklə aorta, ya da sağ mədəciklə ağciyər arteriyası, ağciyər kütüyü arasında yerləşməlidir. Ona görə də burada düzgün cavab sol qulaqcığı götürəcəyik. Yəni C variantını götürmüş olduq. Şəkildə əks olunmuş proseslə bağlı doğru olmayan fikri göstərin. Demək, bu 19-cu sual 6-cı sinifin 1-ci hissə dərsində ürəyin qan dövranına aiddir. 20-ci sual isə fotosintez prosesi 5-ci sinifə aiddir. Y maddəsi nədir? Gəlin Y maddəsini təyin edək. Y maddəsi oksigendir. X nədir? Karbon qazıdır. Z də sudur, H2O-dur. Y maddəsi tənəffüs prosesində udula bilər. Bizdən doğru olmayan istəyir. Bəli, udulacaq. X maddəsi tənəffüs prosesində ayrıla bilər. Bəli, düzdür. Z və X maddəsi yarpaqda birləşərək yeni bir maddə əmələ gətirir. Demək ki, karbon qazı ilə su bəli birləşir. Niyə görə biz bunu hardan bilirik? Çünki H2O üstünə gəlsin, karbon qazı alınır. C6, H12O6, yəni glikoza özünə yaşığın təsiri altında. Bu da düzgün fikirdir. Amma D-də deyir ki, X, Y və Z hər üçü qaz halında olan maddədir. Axı Z qaz deyil, Z maye halındadır. Ona görə biz D variantını götürürük. Ancaq mən buradan artıq fikirləri silirəm ki, sizdə çaşqınlıq yaratmasın.
Onsuz da izahda hər bir şey aydın şəkildə görəcəksiniz. 21-də nə deyir? Çox yağlı qidalanmalar zamanı damarların daxili divarlarında kireç lövhə kimi maddələr toplanır və damarların divarı öz elastikliyini itirir. Bu hal ateroskleroz adlanır. 6-cı sinifin biz birinci hissəsində keçmişiz bunu. İstəyək elektrik stansiyasında enerji çevirmənin düzgün ardıcıllığını göstərin. Burada düzgün cavab kimyəvi enerjidir. Kimyəvi enerji çevrilir istilik enerjisinə, o da çevrilir kinetik enerjisinə, o da çevrilir elektrik enerjisinə. Bu da düzgün cavab A variantıdır. Bu da bizim keçdiyimiz, belə deyək, 5-ci sinif hissəsinə aiddir. 23-də deyir ki, eyni həcmli mantar, taxta və dəmirin sudakı vəziyyətləri şəkildəki kimidir. Aşağıdakı ifadələrdən hansılar doğrudur? Mantar, yəni taxta parçasına deyilir. Taxta da özü taxtadır, dəmir də mantar bildiyi probka şəklində olandır. Taxta artıq taxtadır bir qədər, dəmir də artıq suya enmiş formasındadır. Bizdən də doğru fikirləri istəyir. Mantara təsir edən Arximed qüvvəsi taxtaya təsir edən Arximed qüvvəsindən çoxdur. Əgər mantar suya batmırsa, burada əksinə azdır deyəcəyim. Əgər bu fikir səhvdir. Dəmirə təsir edən Arximed qüvvəsi taxtaya təsir edən Arximed qüvvəsindən çoxdur. Bu fikir düzgündür. Taxtaya təsir edən Arximed qüvvəsi mantara təsir edən Arximed qüvvəsindən çoxdur. Bu fikir də düzgündür. Taxtaya təsir edən Arximed qüvvəsi dəmirə təsir edən Arximed qüvvəsindən çoxdur. Xeyr, bu səhvdir, çünki dəmir suya batır. Mantara və taxtaya təsir edən Arximed qüvvələrin sayı bərabərdir. Bu da səhv, düzgün cavab B variantı bərabər olar. Dəmir batır, mantarla taxta isə batmamış. Mantar heç batmayıb, taxta isə bir qədər batmış formadadır. Tətbiq nöqtələri və istiqamətləri və ədəd qiymətləri göstərilmiş qüvvələr haqqında nələr deyə bilərsiniz? Mən sizə bir şey qeyd edim ki, bu da 6-cı birinci hissəsinə keçirilmiş qüvvələr mövzusuna aiddir. 2-ci, 3-cü mövzularımıza aiddir. Damalar bizim qüvvələrimizin newtonlarını göstərir. F1 və F4 qüvvələri eyni istiqamətdir. Gəlin baxaq F1-ə. F1 bu istiqamətdədir, F4 isə əksinədir. Ona görə bu fikir səhvdir. Bizdən doğru fikir istəyir. Bir olan variantları tez zamanda islah etdik. F3 və F4 qüvvələrin tətbiq nöqtəsi eynidir. F3 ilə F4. Deyərdik ki, bu fikirdə bəli, bunlar hər ikisi bir yerdən çıxır. Ona görə biz bunu götürsək, F2 və F3 qüvvələri eyni istiqamətlidir. Sizcə F2, F3 əksini biri aşağı gəlib, biri yuxarı. Ona görə bu da səhvdir. 3 olan variantlarda çıxdıqsa, çıxsaq onda heç bir variant qalmırdı. Demək, burada nəsə nəzərdən qaçırmışıq. F2 və F3 qüvvələri eyni istiqamətlidir. Axı F2 ilə F3 bir-birinin əksinə yönəlibdir. Demək, bu testdə düzgün cavabda 3 səhv qeyd olub variantlar arasında. 4-ə baxsaq, F1 qüvvəsinin qiyməti gəlin sayaq gör nə qədərdir? 1, 2, 3, 4, 5, 6. F1 qüvvəsinin qiyməsindən 3 dəfə çoxdur. Bunu 6 yazsaq, F1 qüvvəsinin qiyməti nə qədərdir? F1 qüvvəsinin qiyməti F2 qüvvəsindən 3 dəfə çoxdur. Bu da səhvdir. Demək, mən burada sual işarəsi qoyuram. Çünki burada düzgün cavab variantları qeyd olunmamışdır mənə görə. Əgər fizika müəllimləri mənim bu videoma baxarsa, mənə bir geri dönüş edər. Bəlkə mən yanılmış oluram. Amma mənə elə gəlir ki, çünki elə burada 3-də baxsaq deyirik ki, elə F2 və F3 niyə eyni istiqamətdə olsun ki? F2 aşağı yönəlibdir, F3 yuxarı yönəlib. Buna görə mən burada düzgün cavab variantı görə bilmirəm. 25. Yerdə astronavta 800 Newton ağırlıq qüvvəsi təsir edirsə, ayda ona nə qədər ağırlıq qüvvəsi təsir edir? Əvvəlcə gəlin biz bilirik ki, F bərabərdir MJ-yə. Bizim F-imizi veribdir. Yerdən söhbət gedir də, düzdürmü? Kütləsini axı biz bilmirik. Ona görə kütləni tapmaq üçün F-i böləcəyik J-yə görək ki, astronavtın kütləsi nə qədərdir? O zaman da yerinə qoyub qiyməti hesablasın. 800-də 10-a böləndə eləyir 80 kiloqram. Demək, astronavtın kütləsi 80 kiloqramdır. Amma yerdə olanı istəyirsə, daha doğrusu ayda olan təsir ağır qüvvəsini istəyirsə, F bərabərdir MJ o zaman 80-i biz 1,6-ya vuranda, səhv etmirəmsə,
128 Newton etməlidir. Buradan artıq variantları silirik. Yəni də izahda görəcəksiniz özünüz. Kartofu dinamometrdən asdıqda dinamometrin göstərişi 3,3 Newton olur. Kartofu suya saldıqda isə dinamometrin göstərişi 0,3 Newtondur. Kartofa təsir edən Arximedes qüvvəsini hesablayın. Arximedes qüvvəsi bilirsiniz, bu da nəyə bərabərdir? Suyun göstərdiyi müqavimət qüvvəsindən havadan olan müqavimət qüvvəsinin fərqləri cəminə. 3,3-dən, yəni ki, biz çıxırıq 0,3-ü eləyir 3 Newton. 3 Newton etmiş olur. Ona görə də mən bu hissələri silirəm, cavab olaraq D-ni qeyd edirəm. Şəkildəki qaba kütləsi 80 qram olan daş atılır. Yaxşı edib atırlar. Qabdan 20 ml su daşıdığına görə daşın həcmini tapın. Bir şey deyim uşaqlar, əgər burada menzur qabda bildiyimiz kimi, burada mən bu daşı atmışamsa, sonra daşı çıxartmışam və görürsən ki, burada bu qədər su qalıb. 8-dən düşüb 6-ya. Daş da atdığı, düşdüyü çəkisi qədər suyu kənarlaşdırır. Ona görə 20 milli su daşıbsa, elə daşın da həcmi 20 millidir. Elastiki şar içərisində su olan qapalı qabda şəkildəki kimi tarazlıqdadır. Qapağı aşağı hərəkət etdirsək, aşağıdakı müqayisələrdən hansı doğru olar? Mən deyirəm ki, su, əgər mən bunu üzü aşağı, fikir versək ki, normal halda şar üzü yuxarı qalxıbdır. Demək ki, mən əgər qapağı bağlı şəkildə bunu aşağıya doğru yönləndirmişəmsə, demək ki, burada nə baş verəcək? Demək ki, burada qapalı qabda artıq suyun təzyiqi, suyun sıxlığı dəyişmir. Buradan artıq biz sıxlıq olan variantlar, Arximedes qüvvəsidir. Bu kimi fikirlər artıq bizə aid deyil. Çünki burada heç bir su bağlıdırsa, burada Arximedes qüvvəsindən söz getmir. Digər də deyir ki, suyun və şardakı havanın həcmi azalaraq, şarın həcmi azalmayacaq. Artmayacaq, əksinə azalacaq. Niyə? Çünki qabı üzü aşağı çevirdikdə şarın daxilindəki təzyiq azalır, xaricindəki təzyiq artır. Ona görə şardakı havanın həcmi azalır. Əksində olduqda da suyun da həcmi azalır ki, bir növ belə deyək də, aşağıya doğru yenəndə su yuxarıdan, siz də səbəbin ki, stəkanın ağzı bağlı saxlamışsınız. Baxın, belə bir şey. Mən bunu yenə təcrübəli, mən həmişə uşaqlara əyani şəkildə göstərirəm. İndi bunu mən yazılı formada nəzərinizdə göstərəcəm, onu düşünürəm. Tutaq ki, bizim stəkanımız içərisində su var və mən bunu aşağı endirmişəm. Yenə də buradan, yox, səhv çəkdim şəkli. Yenə də bu qədər əksiklik burada da müşahidə olunacaq. Fikir versək ki, burada az bir miqdarda həcm azalacaqdır. Suyun həcmi ona görə azalır ki, şar yuxarıya, aşağıya yenildə şar yuxarıya doğru yönəlmiş olur. Ona görə burada düzgün cavab A variantı məntiqə uyğun gəlmiş olur. Kütləsi 150 qram olan alma suyun səthində üzür, ona təsir edən Arximedes qüvvəsini istəyir. Kiloqramla ifadə olunduğuna görə əvvəlcə biz 150 qramı çevirək kiloqrama. 1 kiloqramımız 1000 qramdırsa, bu da eləyəcək 1,5 kiloqram. Newton da istəyəndə F bərabərdir mj. 1,5-i də ona vuranda 15 Newton. Nəyət burada? Biz bircə dəqiqə, nəysə burada çevirmədə səhvlik etmiş olduq. Bircə dəqiqə. 150 qram deyilmi? 150 qramı mən çevirsəm, 1 kiloqramımız 1000 qramdırsa, 150 qramı böləndə 15 edir. Yox, 0,115. Gəlin, artıq biz burada insan beyni yorulanda uşaqlar hər şeyi səhv etmiş olur. 1 tam, daha doğrusu 150 bölünsün 1000. 0,115. Onu da verirsən. Aha, mən səhv etmişəm çevrilməni. Çox üzürlü hesab edin. Mexaniki səhvdə insanda halı ola bilər. 0,115-dir.
F bərabərdir mj olduqda isə %15-i də ona vuranda 1,5-dir. Yaxşı ki, burada başqa cavab variantı yox idi. 15 cavab olsa da həmin dəqiqə 15-ə dair eləyəcəkdim. 30-da nə deyir? Vau, iri bir riyazi məsələdən söhbət gedir. Deyir ki, şəkildəki bərabər qolu tərəz tarazlıqdadır. Bəli, bu bizə ipucu verir ki, tarazlıqdadırsa demək bunların kütlələri bir-birinə bərabərdir. Narıncı portağalın kütləsi qırmızı almanın kütləsindən 1,5 dəfə çoxdursa, yaşıl armudun kütləsi neçə qramdır? Demək, burada fizika və riyaziyyat öz əksini tapmışdır. Əgər bizə bu kütləni 200 veribsə, mən deyərdim ki, riyaziyyatda əvəzləyici tənlikdən istifadə edə bilərik. Almanı x götürək, portağalı isə y götürək. Yazaq ki, x üzərinə gəlsin y bərabərdir 200. Düzdürmü? Çünki buna bərabərləşdirməliyik, razılıqda olduğu üçün. Şərtdə də deyir ki, narıncı portağalın kütləsi qırmızı almanın kütləsindən 1,5 dəfə çoxdur. O zaman y bərabərdir 1,5x yazıram. Y burada bizim portağalımızdır, x da bizim almamızdır. O zaman getirib yerinə qoyanda 1,5x üstə gəl x, öz x yerində qalır, bərabərdir 200-ə. Demək 2,5x bərabərdir 200, x də bərabərdir. Hər ehtimal, bayaqki çaşqınlığımı nəzərəm, hesabladım 80. 80 etmiş olur. Demək, mən tapdım x nəyin kütləsini? Bəli, almanın kütləsini 80 tapdım. Bəs portağalın kütləsi nə qədərdir? Bəli, getirib burada yerinə qoyuram. Y bərabərdir. 1,5-i də hər ehtimalda mən yenə vururam 80-ə, kalkulatordan istifadə edirəm. Tapdım ki, bu da 120 qramdır. Əgər mən portağalı burada 120 tapdımsa, demək, bunlar da tarazlıqda olduğu üçün, bir-birinə bərabər olduğu üçün armudun da kütləsi 120 qram olmuş olur. Aydındırmı? Əgər aydın olmasa, bu məsələyə tövsiyə edərəm 2 dəfə, 3 dəfə baxmağınız məsləhətdir. Silirəm niyə? Yer olsun deyə. Gözəl qafiyə yarandı. 31-ci sualda deyir ki, aşağıdakı hadisələrdən hansılar işığın sınma qanununa izah olunur? Bu da 5-ci ikinci mövzusunda, ikinci hissəsində olan mövzulardandır. 2-də baxın ki, mən burada 2-ni görürəm. Çünki niyə? Sınmada atmosferdə bir başqa formadadır, suda isə artıq başqa formaya düşmüş olmuşdur. Bu da artıq sınma qanunu öz əksini tapıb. Tez bir zamanda 2 olan variantları saxlayıram. Amma 4-ə baxın, eyni müstəvidə gedir. Düz xətt boyunca paylandığına görə 4-cü variant da uyğun gəlmədi. Göy qurşağı da yenə də eyni istiqamətdə düz xətt boyunca paylandığına görə 1 də uyğun gəlmir. Amma burada fikir verin, baxdıqda isə insan gözü baxdıqda fərqliliklə görüb. Yəni burada işığın sınması artıq öz əksini tapmışdır. B variantı məqsədə uyğundur. X, Y və Z yerinə yazılmalıdır. Çox asan bir sual. 5-ci sinifin 1-ci mövzusu. Hüceyrə, toxuma, orqanlar sistemi. Deməli, X oldu bizdə. Mən getdim, sizə itirdim cərgəni. Hüceyrə, toxuma, orqanlar sistemi, Z isə orqanizm düzgün cavab C variantı. Ölkəmizin ərazisi hansı təsvir tabaların toqquşma sərhədində yerləşir? Baxın, bayaqki bu sual, hamı getdi o sual. Baxın, burada Avrasiyanın Ərəbistan götürmüşdük, düzdürmü? Gəlin görək, burada o cavab variantı varmı? Avrasiya, Ərəbistan, baxın, B variantı verilmişdir burada. Düzgün cavab B variantıdır. Sonra Azərbaycanda parça vulkanların rast gəlinmədiyi ərazi çox rahat bildiyimiz Naxçıvandır, orada quraqlıq ərazidir, orada rast gəlinmir. Qobustandır, Abşeronda, Xəzər dənizlərlə əhatələndiyi görə parça vulkanlara rast gəlmək mümkündür. Sonra təbii ehtiyatlara aid doğru olmayan fikir istəyir bizdən. Doğru olmayan deyirsə, yazıb ki, günəş enerjisi tükənməyinə ehtiyatdır. Bəli.
Neft və təbii qaz tükənən bərpa olunmayan ehtiyatdır, düzdür. Külək və su enerjisi tükənən bərpa olunandır. Xeyr, bu fikir səhvdir. Külək və su enerjisi niyə tükənsin ki? Külək nə qədər varsa o qədər də enerji olacaq. Eyni zamanda su nə qədər varsa o qədər də su olacaq. Bərpa olunandır. Xeyr, bərpa olunandır, amma tükənməyəndir. Birini düzgün verib, birini səhv verib burada çaşdırmaq üçün. Bu da 5-ci sinifin 2-ci hissəsinə aid mövzulardandır. Atmosferi çirkləndirən insan fəaliyyətlərini seçin. İnsan nə edirsə, oranı dağıdırsa, oranı da töküb dağıtmalıdır. Toz bolğanı insan tərəfindən yaradılmadığına görə götürürük. Vulkan püskürməsi insan tərəfindən olmur. Bildiklərimizi tez bir zamanda çıxırıq. Qaldı nə? Məişət tullantıları, avtomobillərin hərəkəti, sənaye müəssisələri, meşə yanğınlarını götürə bilərdik, amma insan törədir də bunu düzgünlükdə. Yəni bizə 1, 3, 4, 6 da versə düzgün cavab variantı kimi götürə bilərdik. Su maye halından buxar halına kondensasiya baş verirsə, məsələn, qazın üzərinə su qoymuşamsa, buxarlanırsa, bunun sıxlığı dəyişməyəcək, həcmi də dəyişməyəcək, tərkib dəyişəcəkmi? Tərkibi bəli dəyişə bilərmi? Düşünək. Dəyişmir. Dəyişmir. Sıxlıq dəyişəcək uşaqlar. Çünki bəlkə halda bir başqa sıxlıqdadır, kondensasiya buxar halında bir başqa sıxlıqdadır, həcm də dəyişəcək. Qazın üzərinə qoyduğum qabdakı su yığılacaq, yoxa çıxacaq. Həcmi dəyişdimi? Dəyişdi. Molekular cazibə qüvvəsi bəli dəyişəcək. Mayələrdə nizamsız şəkildədir, bir-birlərinə yaxın məsafələrsə, qaz halında olduqda isə molekular məsafə artır. Ona görə bizə düzgün cavab C-dir. Yəni yalnız 3-dür. Aşağıdakilərdən hansı doğrudur? Qum və daş qarışığını ələklə ayırmaq olar. Olar. Məncə olar. Hava saf maddədir. Xeyr, havanın tərkibində müxtəlif növ qarışıqlar var. Bizdən doğru fikir istəyir. Bütün bərk maddələr maqnit tərəfindən cəzb olunur. Yox. Misal üçün, götürək natrium bərk halası bu maqnit tərəfindən cəzb olunur. Bu da səhvdir. Su və şəkər qarışığında hissəciklər gözlə görünmür. Bəli, görünmür. Qarşınıza 2 stakan su qoyulur, biri duzlu su və yaxud da biri adi su, biri şəkərli su. İçmədən bilməyəcəksiniz ki, bu şirindir, yoxsa yox. Saf maddəni seçin. Sonra sizə burada cavab variantını sizlərə buraxmış oluram. Bəli, qızıl. Al. İlk sonuncu sualımız X homogen nə idi? Homogen eyni cinsli idi. Yəni ki, biz bunu adi gözlə görə bilmirdik. Heterogen isə müxtəlif cinsli idi. Fikir verin, X eynidir. X dəyişməyir. Demək, X-imiz bizim nədirsə, onu X-la reaksiyasına aparmalıyıq. Götürək X-imizi su. Su ilə bitki yağını qarışdırsaq nə olacaqdır? Homogen olacaqmı? Xeyr, olmayacaq. Qumu qarışdırsaq homogen olacaqmı? Olmayacaq. Amma spirti qarışdırsaq homogen olacaqdır. Demək ki, burada mən X-ə əgər 1 versəm, Y-ə da 3 versəm məntiqə uyğundur. Z isə götürək nə? Qum da versəm heterogendir, bitki də yağı da versəm heterogendir. Düzgün cavab A variantıdır. Belə uşaqlar. Tam olaraq 38-39 dəqiqədir ki, mən sizlə 40 sualı müzakirə etdim. Suallarınız varsa şərh bölməsində qeyd edin və bütün imtahanları sizə bol-bol uğurlar hazırlayıram. Sağ olun.